Salam dostlar, necəsiz? YouTube kanalıma xoş gəlmisiniz. Nəhayət heç nəyə baxmadan bu videonu çəkirəm. Düzü martın sonu çəkməli idim, amma alınmadı. Sonra dedim ki, havalar yaxşı olsun, evdə olum, çəkərəm. Nəsə havalar da bir türlü yaxşı olmaq istəmir, yəni elə melanxolik. Dedim, tamam, yəni qaçışı yoxdur, biz bu videonu çəkəcəyik. Ona görə bu gün artıq nəhayət ilk 3 ayın qısa icmalını paylaşa biləcəm. Daha çox oxuduqlarım, izlədiklərim, hər birini qısa da olsa istəyirəm danışım haqqında və öyrəndiyim bəzi şeyləri. Video ümid edirəm ki, çox uzun olmaz. Çünki çox uzun olanda editləmək də baya bir vaxt aparır. Keçən videonu qısa-qısa çəkmişdim və bir xeyli deyəsən 24 saat o videonun üstündə oynadım ki, həm editi, həm endirməsi, həm YouTube-a yükləməsi baya vaxt apardı. Bu videonun elə olmaması üçün çalışacağam, amma bu qədər danışmaqla da nə qədər alınacaq bilmirəm. Nəsə, ona görə indi başlayacağıq ilk öncə oxuduqlarımdan. Bu ay, daha doğrusu bu 3 ayda bilmirəm ki, indi oxuma hədəfimin nə qədərini oxumuşam, baxıb deyəcəm sizə, amma pis deyildi. Yəni keçənlə nisbətən daha yaxşı gedirik və bu məni sevindirir. Çünki əslində daha məşğulam, amma yenə də oxumağa vaxt ayıra bilirəm. Bu gözəl bir şey, amma nə qədərini oxumuşam, nə qədərini yox, indi orasını birlikdə baxacağıq. Deməli, mən kitablarımı qeyd etmək üçün Min kitab proqramını istifadə edirəm ki, ilin əvvəlində burada kitab hədəfimi qoyuram və oxuduqca da qeyd edirəm və bilirəm ki, nə qədər kitab oxumuşam, hədəfimə nə qədər qalıb. Yəni idarə etmək üçün mənə daha rahat olur. Düzdür, dəftərə də qeyd edirəm, amma dəftər insanın hər zaman yanında olmur. Ona görə elektron versiyada da nə isə qeyd etmək çox yaxşıdır. Burada göstərir ki, mən 40 kitab hədəf qoymuşam və hal-hazırda 7 kitab oxumuşam, amma 7 deyil, kitabları gətirmişəm bura, 9 kitabdır. İkisi proqramda olmadığı üçün qeyd edə bilməmişəm. İndi bir-bir kitablardan başlayaraq onları şərh edək ki, hansıları yaxşı idi, hansıları bəyəndim, hansıları yox. Düzü bəziləri barədə Instagramda storylərdə 2026 kitablar belə qoymuşam. Orada qısa 1 dəqiqəlik danışmışam ki, hansı kitab necə idi, bəyəndim yoxsa yox, amma bəziləri haqqında danışmamışam. Həm də orada çox uzun danışa bilmirəm, ona görə burada daha uzun danışacağıq. İlk hansından başlayım bilmirəm. Burada maraqlı kitablar var. İlk oxuduğumdan elə başlamaq istəyirəm. İlk oxuduğum Kayıb Tanrılar Ölkəsi idi. Bu kitabı mən hardasa 2-3 il əvvəldən, hətta bəlkə də daha çox, yəni universitetin başlarında almışdım, amma oxumamışdım. Çünki həm qalın gəlirdi, həm də düşünürdüm o qədər maraqlı olmaz. Həmin dövrdə mifologiya ilə çox maraqlanırdım. Ona görə almışdım, sonra marağımı itirdim. Nəsə, bu il oxudum bu kitabı və çox bəyəndim. Normalda belə kurgu kitabları çox sevmirəm, polisiyə kitabları mənə maraqsız gəlir də. Daha çox roman, romantika, psixologiya, yəni bunlar mənim tərzimə daha uyğundur. Amma bu kitabı bəyəndim. Yəni qalın olmağına baxmayaraq, hardasa elə 500 səhifədir. Mən bunu çox qısa bir zamanda bitirə bilmişdim, çünki mövzusu çox maraqlı idi. Bir də belə dolu-dolu idi da, məlumat almaq olurdu. Videonun ilk dəqiqələrindən hiss elədim ki, sandığımdan daha uzun bir video olacaq. Ona görə özümə çay gətirib gəldim ki, rahat davam edə bilək. Və gəlirəm Azərbaycan ədəbiyyatına. Çalışıram ki, hər ay müasir və yaxud da ki, əvvəlki Azərbaycan ədəbiyyatından bir kitab oxuyum. Çünki bu çox önəmlidir həm dil cəhətdən, həm tarixi və öz ədəbiyyatımızı bilmə cəhətdən və oxuduğum kitablardan biri Bahadır və Sonu olmuşdu. Bu kitab biraz məni duyğulandırmışdı. Çünki din, dil, mədəniyyət fərqlərinin iki gəncin həyatına necə təsir etdiyini və cəmaət nə deyər düşüncəsinin necə həyatları məhv etdiyini çox açıq-açıq göstərmişdi. Yəni bu cəmaət nə deyər sualın baxırsan ki, təkcə bu günə aid olan bir şey deyil. Yəni əvvəlki dövrlərdə belə insanlar bu suala görə, bu düşüncə tərzinə görə bədbəxt olublar, həyatları korlanıb. Ona görə biraz mənim üçün duyğusal və özəl kitablardan biri olmuşdu. Əlbəttə ki, oxuduğum bütün kitabları bəyənmirəm. Bu kitab bəyənmədiklərimdən oldu. Soruşsanız niyə? Birincisi, kitab marketinq satışla bağlı idi və mən həm iş, həm də ki, sosial media üçün oxuyurdum ki, nələri orada tətbiq edə bilərəm. Kitabı bəyənmədim, çünki Azərbaycan bazarına uyğun deyildi. Yəni mən bu kitabı Avropa, Amerikada oxuyub bəlkə istifadə edə bilərdim buradakılara, amma Azərbaycanda nə qədər istifadəyə yararlıdır, naməlumdur da. Və kitab yazılıb 2000-lərin əvvəllərində. Bəzi sahələr var ki, bu sosial media ilə bağlı, marketinqlə bağlı, bunlar hər keçən gün dəyişən sahələrdir. Yəni hər ilin fərqli trendi olur, hər il fərqli nələrsə toollar istifadə edirik və bu əvvəlki illər yazılan kitablar bu gün çox da bizim üçün uyğun olmaya bilər. Ona görə bu kitabı oxumasaz çox bir şey itirməzsiniz. Düzdür, marketinqin əlifbası hesab edilir, amma yəni mütləq deyil ki, kitab oxunulsun. Yəni ona görə çox da tövsiyə etmirəm. Amma indi tövsiyə edəcəyim bir kitabdan danışacağam sizə. Yaşamaq.
Kitabı əvvəllərdən həmişə görürdüm ki, haqqında yaxşı danışılır, biraz təsirli kitabdır. Elə ona görə də oxumağa qorxurdum. Çünki təsirli kitabdırsa mən 100% ağlayacağam və psixologiyama birazcık mənfi təsir edəcək. Amma oxudum, çünki siyahımda əvvəldən də var idi və çox bəyəndim. Kitab yəni o qədər insana göstərir ki, sən saydığınız say gör fələk nə sayır. Həyatda bəzən nələrinsə olmağını gözləyirik ki, yəni bu baş verəcək. O baş vermir, amma onun kənarında elə şeylər baş verir. Oturub onu təəccüblə izləyirik. Buradakı obrazın da o yaşadığı, gördükləri, yəni o sonluq həqiqətən onu göstərdi ki, bəzən sandığımız yox, həyatın bizə verdiklərini qəbullanmaq, həyatın bizə verdiklərini gözləmək lazımdır. Bəzən bizim qurduğumuz planlara görə həyat irəliləmir. Mən psixoloji kitablar oxumağı da çox sevirəm, çünki insana özünə bəzi sualları vermə fürsəti verir. Bəzən həyatda o sualı vermək, o baxış açısından baxmaq bizim ağlımıza gəlmir. Elə anlarda bəzi kitablar, bəzi filmlər, bəzi o videolar bizi o kənardan özümüzə sualları verib müşahidə etməyimizə vasitə olur və xüsusən də kitablar çox-çox kömək edir mənə bu yolda. Mənim favori yazarım Engin Keçdandır ki, onun psixoloji kitablarını çox sevirəm. İlk öncə onun İnsan olmaq kitabını oxumuşdum. Şəklini qoyacağam onun. Həqiqətən yəni o kitabı mütləq oxuyun və özünüz oradan elə suallar verəcəksiniz ki, bəlkə də daha yaxşı tanımağınıza, həm özünüzü, həm də həyatınızdakı insanları analiz etməyinizə kömək olacaq. Və Həyat kitabını da bəyəndim. Düzdür, çox adam yenə bu kitabla bağlı da qərarsızdır, amma mən sevmişdim. Bəlkə də oxuma zamanından çox şey asılıdır. Çünki mən bu kitaba başlamışdım 2025-in ortalarında və həyatımın onda, yəni bugünkü həyatımla ondakı həyatım çox-çox fərqlidir. Yəni xarakter olaraq da mən də çox fərqliyəm, həyatım da çox fərqlidir. Və həmin dönəm bu kitabı mən oxuya bilmirdim və dedim ki, yəni mən bu kitabı bəyənmədim. Zorla biraz gəldim yarısına da yox, 150 səhifəyə qədər. Dedim ki, oxumayacağam. Kitabı qoydum kənara. Bir də nəsə 2026-nın əvvəllərində dedim ki, davam edim harda qalmışamsa, rəfdə gözümə dəydi kitab və o qədər axıcı, o qədər maraqlı olmağa başladı ki, yəni oxuduqca özümün hiss etdiyi duyğular, yaşadıqlarım, kənardakı insanları, hamısını daha yaxşı analiz etməyimə vasitə olmuşdu. Ona görə sevmişdim nəhayətində bu kitabı da. Çox zaman deyirəm ki, hər kitabın doğru oxunulma zamanı var. Bəzən bunu çox insan başa düşmür, ancaq bəlkə kitab oxuyan insanlar başa düşər nə deməkdir. Hər kitab hər zamanda oxunulmur. Bəzən o kitab gəlir sənə özü tapır ki, yəni oxu məni. Onu həmin an hiss edib, həmin an anlaya bilirsən. Nəinki zorla o kitabı oxumağa çalışanda. Çünki yaşadıqların, dünyaya baxış açından o kitabı oxuyanda anladıqların üst-üstə düşməlidir. Yəni sən çəhrayı eynəklərdən dünyaya baxırsansa, kitabın reallıqlarını qəbul etməyəcəksən və o kitab sənin üçün bəlkə də uğursuz kitab olacaq. Yəni bu o demək deyil ki, hər kitab da 100% uğurludur. Yox, yəni bəzən elə kitab var ki, yəni bu yaxşı deyil, pisdir. Yəni onu bağlayıb kənara qoymaq olar. Amma elə kitab da var ki, yəni həqiqətən yaxşıdır, faydalıdır, amma sən onu düzgün zamanda oxumursan. Son 4 kitabımız qalıb şərh etməli olduğumuz və hər birinin mövzusu bir-birindən fərqlidir. Başlayaq, Dünya Vətəndən başlayır. Bu kitabı son oxuduqlarımdan idi və çox sevmişdim. Kitab ümumi bizim Azərbaycandan danışır, vətənimizin gözəlliklərindən, görülməli yerlərindən. Yəni mən çox sevirəm düz Azərbaycanı gəzməyi, amma elə yerlər var ki, məlumatım yox idi, bəlkə də yaxşı araşdırmamışdım, amma kitab vasitəsilə xeyli qeydlər götürmüşəm ki, artıq bu il üçün inşallah arzum odur ki, o yerləri gedib görə bilim. Çünki bəlkə bir gün Azərbaycanda yaşamaram, bəlkə bir gün xaricdə oluram, amma vətənin hər yerini görmək, gözəlliklərini görməmiş də getmək istəmirəm və doya-doya burdaykən gəzmək istəyirəm. Çünki həm də insan özünün birinci o dəyərini bilməlidir olduğu yerin, sonra gedib başqa yeri dəyərləndirə bilməli. Yəni sən öz gözünün önündəkinin dəyərini bilmirsənsə, zaten getdiyin yerləri də o qədər o gözlə görə bilməyəcəksən, onu dəyərləndirə bilməyəcəksən, tarixini bilə bilməyəcəksən. Ona görə birinci öz ölkəmiz, özümüzün tarixi, özümüzün gözəllikləri, sonra dünya. Yenə rəfimdə uzun illər qalan bir kitab. Çünki mən bunu alanda story atmışdım, yeni aldığım kitabları. Bir nəfər yazmışdı ki, oxuma psixologiyanı məhv eləyəcək. Mən də kitabı 4-5 ildir rəfimdə saxlayıram. Dedim, bu il artıq oxuyacağam. Yəni, öz yaşadıqlarımdan sonra psixologiyam bir kitabda olanlara yəqin ki, korlanmaz. Ona görə oxudum. Təbii ki də çox korlanmadı, amma ağır kitab idi. Yəni, bəlkə alanda oxusaydım mənə pis təsir edə bilərdi, amma indi sadəcə bir insanın taleyinin belə olmağıyla bağlı sadəcə sorğuladım ki, niyə də? Bir insan niyə bu kafada olar? Niyə bunları yaşayar? Bəzən insan özü nəyisə yaşayanda, daha nə bilim fərqli şeylər, həyatın reallıqlarından üzləşəndə artıq
o kitablarda olan şeylərə əvvəlki qədər üzülə bilmir. Misal mən əvvəl duyğusal kitablar oxuyanda, xüsusən də müharibə ilə bağlı kitablar, yəni məni o qədər üzdürdü, o qədər belə özümə gələ bilmirdim də həftələrlə ağır bir kitab oxuyub bitirəndən sonra, amma indi elə deyil. Bəlkə də biraz böyüməyin təsiri var ki, əlbəttə insan 15, 16, 17 yaşında dünyaya baxış açısından 22 yaşım olacaq artıq. Yəni o yaşda dünyaya baxış açısı eyni olmur. Yəni artıq daha realistik baxırsan, özün nələrsə çətinliklərdən keçmisən, həyatın fərqli tərəflərini görmüsən və qəbullanırsan ki, həyat toz pəmbə bir yer deyil. Burada həmişə çətinliklər də var, ağrılar, acılar da var, xoş günlər də var və sən hamısını olduğu kimi qəbul etməyi öyrənməlisən. Ona görə yəni bu kitabda neytral, yəni çox sevdim də deyə bilmərəm. Biraz şişirdilən kitablardan biri kimi gəldi mənə, amma oxumaq da olardı. Geriyə son qalan iki kitabımızın hər biri ilə Azərbaycanlı yazarlardandır və mövzuları bir qədər oxşardır. Biri daha çox spiritual mövzulardadır, biri də astrologiya ilə bağlıdır. İlk başlayıram Hər şey yaxşıdır kitabından. Murad bəyin özü təlimçidir, yəni yazar deyil. Məncə də bundan əvvəl kitabı yoxdur, yəni ya da mən görməmişəm. Təlimləri çox həqiqətən də uğurludur, bəzən dinləmişəm, yaxşıdır. Kitabı da yaxşı idi, sadəcə bəzi yerlərdə verdiyi nümunələr çox təkrarlanırdı deyə sevməmişdim. Ümumi olaraq isə ötürdüyü o hissi, o insanda yaratdığı o auranı çox sevdiyim üçün haqqında müsbət düşünürəm. Hardasa yəni 10 üzərindən 6-7 vermək olar kitaba. O təkrarlanan hissələri çıxartsaq və o bəzi dəyişikliklər olunsa daha uğurlu ola bilərdi. Və digər kitab astrologiya ilə bağlı olanlara, əgər bürcləri sevirsinizsə, yəni bu mövzu ilə bağlı araşdırmağı, öyrənməyi sevirsinizsə, bu kitabı da sevəcəksiniz. Xüsusən də mənim kimi girib öz bürcü ilə bağlı bütün məlumatları oxuyanlar üçün daha ideal olacaq. Mənim bürcüm xərçəngdir və xərçəng bürcü ilə bağlı hər şeyi oxumuşam. Xüsusən də yüksələn bürcü məsələsi də var. Çox insan deyir, yüksələn nədir, onun təsirləri necədir? Həqiqətən o doğrudur bu arada. Yəni təkcə öz bürcünüzü bilmək, onun haqqında oxumaq tam-tamına doğru deyil. Yəni hər ikisində yüksələnlə öz bürcünüzü bilməlisiniz ki, sizin həyatınıza düzgün təsirləri biləsiniz. Çünki mənim yüksələnimin həyatıma təsiri hətta çox vaxt öz bürcümdən də çox olan yerlər olur ki, deyirəm, yəni heç olmasa biri olardı. Çünki ikisi də biraz çətin bürcdür və hər ikisini kontrol etmək məndə biraz çətin olur. Amma ümumi bu kitabı oxumağı da sevdim. Çünki içərisində bəzi doğru bildiyimiz yanlışlar da var idi bürclərlə bağlı. Bəzən o miflər paylaşılır. Tam-tamına onlar doğru deyil. Ona görə bu mövzuları sevənlərə deyirəm ki, həmişə biraz professional yanaşıb olan kitabını da oxumaq yaxşıdır ki, hər deyilənə inanmırsınız, hər şey sizə doğru gəlmir. O yalanlardan çıxıb daha dürüst yanaşa bilirsiniz mövzulara. İlk 3 ayda oxuduğum kitablar bunlar idi. Çalışdım ki, hər biri haqqında az da olsa məlumat verim. Sevinirəm ki, çox janra xitab etmişəm. Yəni tək bir janrdan, klassikalardan getməmişəm. Bu cəhətdən yaxşıdır. Ümumi indən sonra necə olacaq bilmirəm. Yəni oxuyacaqlarımı list yaratmamışam. Random bəzən bəyənib gördüyüm kitab da olanda oxuyuram. Tövsiyələrlə də, hədiyyə gələn kitablar da. Yəni hər bir janra, hər bir tərzə, hər bir yazara kitab etməyə çalışırıq. İndi isə keçirik izlədiklərimə. 2026-nın ilk 3 ayı bayramlar sayəsində izləmək cəhətdən yaxşı keçdi. Normaldır, çünki adam vaxt tapa bilmir nəsə izləmək, amma bayramlarda evdə pasiv istirahət modunda oldum. Ona görə oturub belə nələrsə izlədim. Əsas izlədiyimə sevindiyim bir dənə serial var, Game of Thrones. Çünki əvvəldən çox görürdüm və heç izləməmişdim. Fantastik dünyanı çox sevirəm, amma hər fantastik dünyanı da sevmirəm. Dedim bu dəfə izləyim, görək necə olacaq. Çünki çox ətrafımdakı insanlardan da tövsiyələr gəlirdi. Ümumi bəyəndim. Yəni həqiqətən sezon sayı 7 ya 8 sezonu idi. Qəşəng idi. Yəni dolu-dolu. İnsan izləyib bitirəndən sonra boşluğa düşür, darıxır. Hətta elə editlərini hələ də izləyirəm. O dərəcə bir sevdiyim serial oldu. Amma bir serialı, yəni o dönəmin məşhur serialı idi. Gec izləməyin mənfi tərəfi odur ki, bir sürü spoiler alırsan və elə gözəl səhnələrlə bağlı spoiler aldım ki, mən həmin səhnələrdə belə şok ola bilərdim, amma olmadım. Niyə? Çünki orada spoiler aldım o səhnədən. Ona görə spoiler almadan izləmək üçün Instagrama çaktırmayın ki, siz Game of Thrones izləyirsiniz. Amma izləyin, çox qəşəng idi. Yəni Harry Potter'dan sonra mənim favori belə dizi, film, serial oydu. Ondan sonra hansısa bir serini belə sevməyim düşünmürdüm olsun, amma onu da sevdim. Yəni bəlkə də illər sonra açıb yenidən izləyə bilərəm. Filmlər də izləmişəm. Onların şəkillərini yerləşdirəcəm ki, baxarsınız hansıları bəyəndim, onları qoyacağam, bəyənmədiklərimi yox. Bir də animasiyalar. Mən animasiya ilə çox sevən deyiləm, amma bu il hardasa 2 ya 3 animasiya izləmişəm və onları sevdim. Ona görə qoyacağam, baxarsınız. Əslində animasiyaların ötürdüyü duyğuları daha çox sevirəm.
sadə şəkildə daha dərin, daha önəmli duyğuları ötürə bilirlər. Bəzən onu milyon dollar büdcəli filmlər edə bilmir, amma sən onu 1 saat, 2 saatlıq animasiyadan ala bilirsən. O cəhətdən animasiyaları da sevirəm. Və bəzi oxşar mövzulu editlərini çox gördüyüm seriallar da izlədim. Daha çox türk serialları. İlk Masumiyyət Müzesi kitabını oxumuşdum deyə, yəni serialını səbirsizliklə gözləyirdim. Kitabını sevirəm, serialını da sevdim ümumi. Çünki yəni o aparma qabiliyyəti, axıcılıq yaxşı idi. Ümumi amma kim haqlıdır, kim haqsızdır, yəni kimisə idollaşdırma məsələsinə qalanda isə mənim üçün orada heç kim haqlı deyildi. Yəni elə bir münasibətdə haqlı tərəf ola bilməz. Əgər kimsə zərər görürsə bir yerdə, burada haqlılıqdan söhbət gedə bilməz. Digərləri ilk və sonun 1 və 2-ci sezonunu izlədim. Orada hər sezonda fərqli obrazlar olur, fərqli həyat hekayələri, amma ümumi bir şey var idi ki, mənim orada müşahidə etdiyim ümumi belə toksik münasibətlərdə əgər ki, tərəflərdən birinin və yaxud elə hər ikisinin də travmaları varsa, ailədən gələn o duyğular varsa, sevilməmək, qəbul olunmamaq, özünü ifadə edə bilməmək, böyüyüb bəzən yaxşı iş adamı olsa belə, yaxşı pullar qazansa belə, yəni fərqi yoxdur ki, bu insan həyatda hansı statusdadır. Amma münasibətdə o insanlar uğurlu ola bilmir. Çünki münasibət insanın özünü ən rahat hiss etdiyi, ən özü ola bildiyi yerdir və həmin o rahatçılıq olanda insan özünün o qaranlıq tərəfini, gizlətdiyi, hamıdan o qaçdığı tərəfini ortaya qoyur və görürsən ki, yox, yəni bu insan özünün belə qaçdığı nə qədər problemləri var, əslində sağalmalı olan nə qədər yarası var, amma bunlarla üz-üzə gəlmir, gəlsə belə onların içərisindən çıxmağı bacara bilmir, dəstəyə ehtiyacı var, amma bunu qəbul edə bilmir. Yəni bu mövzular həqiqətən bəlkə də bizim cəmiyyətdə də elə biz Türklərdə də çox üzərində düşünmür ki, uşaq da böyüyər, heç nə olmaz, amma görürsən ki, böyüyəndə bu insan əslində o kiçik hadisədən belə nə qədər təsirlənir, nə qədər həyatını məhv eləyir, nə qədər bu insan nə yaxşı yoldaş, nə yaxşı ata, nə bilim bir şəxsiyyət olaraq bu dünyada yarımçıq qalır. Çünki içində özü özündən tamamlana bilmir. Ona görə bəzən bu tip şeyləri izləmək yaxşıdır ki, insan həyatda o qaranlıq nöqtələrə kənardan baxıb analiz edir ki, həyatda belə şeylər də var, bu cür insanlar da var və münasibətdə hər iki tərəfdə o cür xəstəlikli olanda, sağalması olan bir fərd olanda bir-birlərini o qədər incidirlər ki, hərə bir tərəfə çəkir və ortada elə bir uşaq da varsa, o uşağın həyatı tamamilə məhv olur və bu iki şəxsiyyət də bir-birlərini məhv etmiş olurlar. Yenə biri sağlıqlı olanda görür, ya özünü onun içərisindən çıxardır, ya da ki, qarşıdakı insanın nəyisə bir sağalması üçün bir yol göstərir. Düzdür, heç kimi sağaltmaq məcburiyyətində deyil heç kim və gördüyünüz anda ki, bir insan bu cür xəstəliklidir, onu sağaltmaq, onu yaxşılaşdırmaq mübarizəsinə girmir. Bunun özü belə normal bir davranış deyil ki, qarşında kimisə görürsən yaralıdır, kimisə problemi var, onu düzəltməyə çalışırsan ki, yaxşı olsun, amma olmur. Yəni bu sənin istəməyindən olan bir şey deyil. Bu sağalmağı, doğru olmağı qarşıdakı insan istəməlidir və sən özünü onun içərisindən çıxartmalısan ki, əgər o insan bunu istəmirsə, sən özünü onun içindən çıxartmalısan. Yəni bunu həqiqətən mütləq özünüzdə, xüsusən də qadınlara deyirəm, özünüzdə bunu düzgün analiz edin ki, qarşınızdakı insan kimdir ki, qəlbiniz, ruhunuz qırılmasın, xəyallarınız məhv olmasın. Yəni sağlam bir gələcəyi də özünüzdə qoruya biləsiniz. Ümumi oxuduqlarım və izlədiklərim bu qədər. Oxuduqlarım barədə geniş-geniş danışdım, amma izlədiklərimi çox da uzun danışmadım. List hazırlayıb qoyacağam və ora yazacağam ki, hansı nə qədər 10 üzərindən bir dəyərləndirmə apararıq. İstədiklərinizi seçib izləyərsiniz. Ümumi bu 3 ay mənim ürəyimcə oldu. Çünki illər sonra biraz özümə istirahət verdiyim dönəm oldu. Həm beynimə, həm ruhuma. Biraz özümlə xeyli vaxt keçirdim. Oxumağa, yazmağa, öyrənməyə zaman ayırdım. Bu arada hələ bitirmədiyim bir dənə kursum var. Bitirəndən sonra da onda barəsində danışarıq. Yəni biraz özümə yatırdım zamanımı, enerjimi inkişafıma yatırdığım bir dönəm oldu. Əvvəl daha qaçaqaçlı, hər yerdə olan bir aytaç var idi və başqalarına zaman ayıran, amma bunu biraz azaltdım çünki hiss etdim ki, mənim ehtiyacım var. O zamanı özümün, ruhumun ehtiyacı var. Ona görə daha çox sevdiyim işlərlə, sevdiyim şeylərlə məşğul oldum və həqiqətən geri dönüşünü çox yaxşı aldım. Həyatda inandığım bir düşüncə tərzi var ki, insan özünə nə qədər yatırım edirsə zaman və enerji olaraq, həyat da ona onun qarşılığını o qədər verir. Yəni özünüzdən fəda etmək əvəzinə hər şeyi özünüzə edin.
Yəni çünki başqalarına edilən fədakarlığın geri dönüşü olmur, amma özünüzə etdiyinizin olur, özünüzə ayırdığınız zamanın olur. Ona görə mənim üçün müsbət bir 3 ay oldu. Maraqlı layihələr, maraqlı işlər də gördük. Xüsusən də sosial media cəhətdən çox yaxşı keçdi. Çünki yeni insanlar tanıdım, yeni əlaqələr yaratdıq, aktiv bir paylaşım dönəminə keçdim, YouTube-a başladıq. Yəni müsbət həyatımda addımlar atmağa başlamışam. İndi davamı necə olacaq bilmirəm, amma davamından da ümidliyəm. Çünki bir hədəf qoyuram və artıq o hədəf üzərinə gedirəm. Məni qoymuram ki, nəsə o hədəflərdən yayındırsın, çox şükür. Artıq həyatdan o dərsləri almışam ki, ilk öncə sənin öncəliyin karyera, şəxsi həyatın, onu istədiyin hala gətirmək, sonra növbəti nələrsə. Ona görə hal-hazırda belə mental olaraq da daha yaxşıyam. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Nə iləsə bağlı sualınız da olsa, hər zamanki kimi kommentlərdə və yaxud da ki, Instagram üzərindən yaza bilərsiniz. Sevə-sevə hər birini cavablandıracağam. Növbəti videolarda görüşənədək.